Müsahibimiz Xankəndi Futbol Klubunun hücumçusu Sərxan Ağayevdir. Sərxan, həm qələbə münasibəti ilə təbrik edirəm. Göygöl üzərində vacib qələbə qazandınız 3-0. Həm gol vurdun bugün, komandanın ilk golunu səhv etmirəm. Və ondan əlavə də oyundan öncə oktyabr ayının ən gözəl golu sənin golun seçilmişdi. Bu münasibətlə təbrik edirəm. Sağ olun. Kubokunu da aldın. Bu üç hadisənin üçünü də şərh edərdiniz. İlk öncə oyundan başlayaq. Oyun biraz biz üçün demək olar çətin keçmədi. Çox rahat oyun keçdi. Çox gol vura bilərdik. Yəni inşallah növbəti oyunlarda çalışacağıq maksimum gol vuraq. Əsas bizim üçün çempionluqdur. Yəni belə deyim də, yəni gol vurmağı, komandanın gol vurmağı heç bir bizim üçün əsas bizim komandamızdır. Yəni biz bu komandada sonunda kubokla hamımız bir yerdə inşallah çempionluğa doğru gedək. Onu başa düşdük. Biraz təvazökarsan amma. Amma yəni qollar da önəmlidir. Çünki əsas rəqiblərdən biri Qaradağlı vatandaşı hal-hazırda o oyun davam edir. Yəni mümkün qədər çox gol vurmağa çalışmalısınız və sən də bugün çalışırdın. Hətta bir neçə epizodda da imkanın oldu, amma elə alındı ki, vura bilmədin. Bir gol kifayətləndin. Nəticədə yenə də qalib gəldiniz. Onu başa düşdük. Zəhmət olmasa indi kubokunu şərh elə. Yəni həmin oyunda sən keçən oktyabr ayında çox gözəl öz üzərindən gözəl bir gol vurmuşdun. Yəni düşünə bilərdim ki, yəni bu gol seçiləcəkdən gözəl gol. Bəlkə də heç düşünmürdüm, amma sağ olsunlar. Yəni bu oktyabr ayının golunu ən gözəl gol mənim seçiblər. Yəni hər hansı bir stimul verir sənə belə bir? Bəli, yəni stimul verir əlbəttə ki. Yəni inşallah bundan sonra da həmişə gözəl qollar vuraq ki, həm ayın qolu Xankəndi Futbol Klubuna gəlsin. Oldu, təşəkkür edirəm. Sənə də komandaya da uğurlar. Sağ ol.